Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bakı Slavyan Universitetinin tədris binalarında və yataqxanasında cari təmir işləri aparılacaq. Xəbər verilir ki, təmir işləri çərçivəsində bir sıra söküntü və hazırlıq işlərinin görülməsi nəzərdə tutulur. Layihənin ehtimal olunan dəyəri 1.839.000 manat təşkil edir. Qeyd edək ki, bu işlər universitetin əsas tədris binalarını və yataqxananı əhatə edəcək. Təmir işlərinin başa çatmasından sonra təhsil və yaşayış şəraitinin daha da yaxşılaşdırılması gözlənilir. Xeyirli olsun. Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə ilə rejissor xanımı Səidə Haqverdiyeва boşanıb. Xəbər verilir ki, bu haqda Səidə məlumat yayıb. Artıq Rəşad Əhmədzadə ilə nikahıma xitam verildi. İndi isə əziz teatrımın yollarımı ayırdım və işimdən getdim. Məni 10 illik ailəmi, 15 illik peşə yolumu tərk etməyə məcbur edənlərin nəzərinə. Bundan sonra məni heç nə ilə qısnaya, psixoloji təzyiq altına ala, susturmağa cəhd göstərmə bilməyəcəksiniz. Başıma gələn hər şeyi açıq və aydın şəkildə yazacağam. Heç nəyi gizlətmədən, bütün təfərrüat ilə deyə o əlavə edib. Qeyd edək ki, rejissor teatrda yaşanan bir çox qalmaqallığa görə həyat yoldaşından ayrıldığını demişdi.